Həyəti səliqəyə salmaq istəyirik. İndi babama izah eləmək istəyirəm ki, həyətdə mən nə istəyirəm. Deyirlər ki, bəlkə evin qabağını tam olaraq bağlayaq. Mən elə istəmirəm, çünki onda işıqlı olmayacaq. Mən xoşlayıram işıqlı olsun. Qaranlıq olacaq düşünürəm. Bir yana fikirləşdik ki, bəlkə ön tərəfi, bu tərəfi yəni fikir verməyin, indi dağınıqlıqdır. Ön tərəfi belə şəbət kimi eləyək ki, buradan girilsin, ayaqqabı soyulsun, sonra keçilsin evə, o tərəfə şkaf yığılsın falan. Düzü onda, nə bilim, çəli istoriyadır. Mən belə qərara gəldim, belə fikirləşdim. Biraz mamamla da söhbət elədik. İstəyirəm ki, elə bil ki, burada göstərim. Bu qapı keçsin bura, bu tərəfə. Baxın belə. Girəndə evə belə girilsin. Bura belə hörülsün. Belə hörülsün. Üstünə indi nəsə yığılmağa yer ola bilər, boş qala bilər, fərqi yoxdur. Burada biraz boşluq qalacaq bu belə yığılandan sonra. Ora eləmək olar şifrlə belə, çəpinə belə bağlamaq. Buranda belə hörmək. Üstünə indi buradan qapı qoyub nəsə yığmaq üçün yerdə düzəltmək olar, düzəltməmək də olar. İndi baxarıq ona. Ki bu qapı bura keçsin, orada boşluq qalsın. Elə buradan girdin, ayaqqabını soyundun, elədin və keçdin içəri. Belə. Sonra burada da bizdə bu taxtaların arxasında su gedəmək üçün kanalizasiya var. O kanalizasiyanı istəyirik biraz qabağa keçirmək. Onun üçün də deyirəm ki, bu hissə belə daşla hörülsün. Bunlar eyni hizaya, içinə beton tökülsün, eyni hizaya gəlsin. Kanalizasiya keçirilsin bu tərəfə. Все. Olacaq, tamam. Burada qarma-qarışıqlıq var. Düşünürəm ki, kombini, bunda papamın fikri idi əslində. Kombini bu tərəfə keçirdək, bu divara keçirdək. Və burada yaranan qarma-qarışıq nə varsa hamısı bu tərəfə keçsin. Burada səliqə ilə olsun. Bu daşlar buradan yığılacaq. Oranınkidir. Qarma-qarışıqlıq getsin. Bu şkafın içərisi düzəlsin. Yarımçıq qalıblar. Bu qarma-qarışıqlıq getsin. Bu hissəyə də mənim banka balon yığmaq üçün şkaf istəyirəm olsun. Əvvəl orada fikirləşmişdim. Birinci il biz bura köçəndə mən fikir verməmişdim də ki, yayda bu qədər isti olur, günəş ən çox ora vurur. Yəni oranı planlamışdıq, amma orada olmayacaq. Ora maksimum yığa bilərəm mən. Tikintiyə aid, söküntüyə aid, nə bilim, alət yerli də belə deyim. Çəkici, nə bilim, nə, xarab olmayan şeylər bir sözlə yığmaq olar ora. Amma bu tərəfə də banka balon yığmaq olar. Yəni qutardığı içində hər şeyin gətir yığgınla bura, nə bilim, 1000 dənə şey yığmaq olar da. Yadımıza düşmüşsün, çəkək. Benim yadımıza düşmüşsün, çəkək. Yukarı kalkmalı. Мышка посажена. Знаете, я машина ağrıyor. Sen başına ağrıyor.
qırağını? Ha? Qırağını düzəltdin? Biraz canım kamera bakalım. Nədir, nə gəz? Exo verir bura. Şkafım da hazırdır. Tam qurtarmayıb ama hələ. Ora belə nəsə dala atmaqlıq şeylər. Bu da veşinka olacaq. Banka falan çıxıb. Bura yığası olmadıq. Çöldə olacaq. Olar. Onu da hazır olsun göstərirəm. Tam qurtarmayıb hələ. Bir dənə polka bura, bir dənə də polka bura atılacaq. Bu iki polka odur. Bir də belə paltar asmaq üçün yeri olacaq yenə. Güzgülərdən də ya bu ya da bunun üstündə güzgü olacaq birində. Baxın. Həyətin bomba düşmüş halı. Mənim əllərim. Bombacıqa düşüb bura. Baba düzənləyir ona görə. Oy, bugün də buralar səliqəyə salır. Baxın. Ehtiyatlı olun, ayağımı yandıraram, qoşuludur şey. Rakvina qoşulub. Prosta bilmirəm, inşallah bu paslanmaz. Ya buna nəsə çarə eləmək olarmı ki paslanmasın. Nəsə fikirləşmək lazımdır ki ora çox yağış yağmasın. Ya üstünü örtmək olar. Bilmirəm day. Bilə, qəşəng olacaq inşallah. Oy. Babam bəhbəh tapşırıb ki bu şeydir. Turbaları birləşdirmək üçün ütüdür adı. Ehtiyatlı ol ondan yanmayasan. Bir-iki başlıq çatmayıb. Getdi onları alsın. Buradakı hər şeyi söküb. Təzdən quraşdırıb. Bu navalça buradan üzdən gəlirdi. Onu salıb arxaya. Burası qaz turbasıdır. Sonra borular falan burada. Nə qədər boru var idi. O boruların hamısı bu yana keçir. Hamısı deyəndə burada ancaq kombi olacaq. Yəni kombinin şeşikləridir də. Kombi keçəcək ora. Sonra bu bilmirəm ora mı qoyacaq, yuxarı mı qaldıracaq. Nəsə planlayıb. Hələ bilmirəm dəqiq. Dedi ki, mən özüm eləyəcəm, sən axırda baxarsan. Nəysə ki, suyu bağlayıb indi. Belə, görək. Nə planlayır, nə eləyəcək, nəyə hara eləyəcək. Burada o qədər turba var idi ki, təsəvvür eləyin. Dəhşət idi. İndi onu düzəldir. Buradan su borusu, daha doğrusu kanalizasiya xətti eləyəcək. Oradan keçirdir, arxadan keçirdir. Gəlir birləşəcək ora, Navalçaya. Oradan da aşağı burada kanalizasiya. Buradan da çıxış eləyib kanalizasiya üçün. Buradan da yenə oranın Navalçaları fırlar gəlir. Hop, düşür ora. Oradan da altdan gələcək də elə biləm bizə. Bura.
ki, su gələndə birbaşa divara olmasın. Çünki yağış yağanda və yaxud da mən həyəti yuyanda, nəsə olanda, burada qar yağanda, əriyəndə hamısı evin divarına olurdu. Oradan da görürsünüz, qopmalar var, nəmişlik olurdu. Olmasın deyənə buradan belə biraz qaldırır. Arxadan turbaları gizlədəcək altında. Elə bilin ki, belə bir şey olacaq. Burada da pləkan kimi qaldırıb. Belə. Xeyli iş görüb. Biraz uzun çəkir. Ona görə uzun çəkir ki, papa tək iş görür, tək eləyir də. Bu yaşında sağ olsun. Bütün nazımızı, bütün istəklərimizi yerinə yetirir. Mama ilə papa sağ olsun, ikisinə də. Nə qədər kömək eləyirlər mənə. Çox qəşəng olacaq inşallah. Allah bütün valideynlərin canını sağ eləsin. Oy. Belə burada da buradan çıxan daşlar idi. Bura belə olub. Niyə tam divara birləşikdir? Bura kərpiclə hörülübdür. Amma evin divarı daşdandı. Ona görə qapını bu tərəfdən eləyə bilmirdim. Mən oradan istəmişdim əslində qapı olsun. Yəni evin girişi çıxışı oradan olsun istəyirdim. Papa dedi ki, kərpicə bağlaya bilməyəcəm. Qapı çünki belə açılır. Belə açıldığına görə, yəni birləşmə yeri bura düşürdü. O da yaxşı olmurdu. Kərpicə düşürdü də, möhkəm olmayacaqdı, gücü çatmaz dedi. Ona görə o tərəfini divara birləşdirdi. Buranı belə hördü. İçəri tamam qutarıbdı. Şkaf yığılasıdır, vəsə. Çöldə də bura ancaq, yəni, yəqin boyanacaq, ağaracaq, boyanacaq, elə bir şeydir, divarlar falan. Bu tərəflə işimiz yoxdur. Bir buralar qalıbdı. Bu su xətti, kanalizasiya xətti çəkilsin, kombinin yeri falan düzəlsin. Bakın taleyi nə olacaqsa olsun. Sonra qalır. Həyətim biraz balacalaşıbdı gözümdə. Cımcıqqılış görünür. Bilmirəm, çox hər şey ortalıqdadır ona görəm, yoxsa həqiqətən cıqqıllaşıb. Fikirləşirəm ki, stolu hardan qoyacağam. Buradan qoya bilməyəcəm. Bəlkə biraz bu yana belə uzununa qoysam, sırf yəni buradan da, onsuz da qapı oradan açılır. Buradan qoymaq olar elə. Belə uzununa qoymaq, sağdan sollu oturmaq mane olmasın. Amma ora uca yerləşməyəcək yəqin ki. İndi yayda gələcəyinə baxarıq da. İnşallah sağlıq olsun, salamatçılıq olsun. Gələn yaya sağ-salamat çıxaq. Zamanə elə zamanədir ki, bugünümüzdən sabahımıza ümid güman yoxdur. Belə. Nərgiz yatıb, Nərgiz yatmışkən o şkaf deyəndə oranda içində artıq əski nə var idisə, hamısı ortalıqdaydı. Dedim, mən yığışdırım, atacağım şeyləri atım. Yığmışam ora ki, lazım olar. Heç də lazım olmurlar. Yığdım hamısını tullamağa. Bu kraskalar çoxdan qalıb. Evin üst rəngləridir. Papam dedi, o çoxdan quruyub. Ondan aşırı ki, quruyub da həqiqətən də. Bunlar zibil, bunlar atılacaqlardı. Bunlar da sonra bu heç boru bilmirəm, yəqin ki harası istifadə olunasıdır, yox, o da atılasıdır, köhnə borudur. Atılası deyəndə onun intizam əmri var bizdə, aparıb zdavat verir. Bu borular, bu taxtalar, nə bilim, geri dönüşümə verilə biləcək şeyləri verəcək, o aparsın, versin. Sonra buralarda hamısı hələ ki lazım olan şeylərdir. Hələ ki. Neyse, girim evə. Mənim burada işim qutardı ucu. Topumuz, bu topları da aparıb yığmaq lazımdır. Mama ilə götürüb mamanı. Deyir, qutab pişirək.
Mən də dedim ki, bizdə yox. 3 nəfər kuxniya nətər yerləşirik biz? 3 nəfər kuxniya nətər yerləşirik? Dedim ya sabah bağda eləyərik. O da dedi Kənangildə, dedim Aygündən soruş sonra. Gəlirəm Nərgiz. Hava yaxşıdır, əynək belə deyilsin. Elə nazlıdır, nə otur. Demək, çöldəki vəziyyət hal-hazırda belədir. Kondisioneri qaldırıb qoymuşuq yerinə. Burada kombini görürsünüz. Bu hissədə şkaf olacaq. Kombi şkafın içərisində olacaq. Antrasit rəngdə, yəni belə qapaqlar rəngdə şkaf olacaq orada da. Bu hissə içərisindən kanalizasiya xətti gedir. Baxın buradan ora kimi. Ona görə üstünü belə papa örtüb dibçəkləri qoymaq üçün. Burada stol elə bura yerləşir. Belə eləyim. Stol bura yerləşir. Böyük ehtimal ki, sağdan soldan stul qoyub oturmaq olar. Baxacağıq da olmazsa eninə qoymaq olar. İndi burada şkaf yerləşəndən sonra bilinəcək də ki, bura stol qoymaq olur, yoxsa yox. Bu tərəflər radiator girəcək evə, taxılmalıdır. Hələ ki taxmırıq, onsuz da havalar yaxşıdır. İstəyirik əslində radiator o birisilərdən alıb dəyişmək. Daha doğrusu papam deyir ki dəyişək. Məndən olsa bu radiator daha yaxşı isidir məncə. Niyəsə mənə elə gəlir ki bu daha yaxşı isidir. Nəinki bu yeni çıxanlar. Belə burada heç nə də hələ stullar, zirzibil. Zirzibil deyəndə lazım olan şeylərdir, amma zirzibil kimi görünür. Qutarandan sonra atlaslar atacaq. Qalanlar qalacaq. Bu hissə də belədir. Səhv eləmirəmsə göstərmişdim. Ocaq qutarıbdır, hazırdır. Bir dənə üstünə pərpərə qoyulacaq. Hava çəkəndə nə deyirlər ondan. Oy. Kiraya var ediyor. Hani söz verersen. Papağı başına qoy, amma ki boğazına qədər çək. Həyat da papağını qoysun başına. Hayat. Babamın başına koy zamakonu aklı kadar çek. Yudum buraları da. Ver. Nə verim? Bir kürek. Bax gör, kloku qaldır, gör oradadır. He. Səliqə ilə qoy. Nə varsan, daşımayın, ne cəmaatın qumunu ora bura. Daşımırım. İşte. Onu da götür. Ha. Ha. Heyvanlara verməyə. Ne olur? Onsuz hər gün verirəm də mən onlara. Gərək sümüklü nəsə pişirim. Hadi verersin. Bugün de verersen de dönümde. Dönəndə veririm.
Çöldə işlər davam eləyir. Hələ ki dağınıqlıqdır. Ay. Qəşəng hava var çöldə.